Allahu Samed. Allah ehtiyatsızdır. Allah heç nəyə möhtac deyil. O bütün ehtiyaclıların üz tutacağı Allah'tır və s. daha geniş mənalara gəlir. Amma əfsuslar olsun ki, burada çox tez-tez rast gəldiyimiz bir səhv var ki, həm də böyük səhvlərdən saymaq olar, çünki mənanın dəyişməsinə səbəb ola bilir. Baxın, burada sod hərfi ilə olmalıdır, yəni soməd olmalıdır. Sin hərfi ilə səməd oxunulur. Yəni biz bu ayədə səməd deyəriksə, bu zaman səhv oxunuş icra etmiş olarıq və məna dəyişir deyə böyük səhvlərdən hesab olunur. Səməd sözünü də dərslərimizdə geniş izah verməyə çalışmışıq və bu səhv tez-tez təkrarlandığı üçün biz də qərara aldıq ki, öz Azərbaycan dilimizdə də yazaq inşallah ki, biraz da geniş izah verməyə çalışaq. Baxın, səməd olarsa, yəni ə hərfi ilə olarsa bu səhv oxunuşdur. Amma soməd, yəni a hərfi ilə olarsa düzgün oxunuş sayılır.